Xoş gördük dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərində 19 mərtəbəli binanın 13-cü mərtəbəsində 43 kvadratlıq kubçalı birin ikiyə düzəlmə mənzilini satışa çıxarılıb. Ev yaşayışlı evdir, evin kombi aparatı, xəttləri hamısı qoşulub, qazı, suyu, işıq. Yəni yaşayışlı binadır. Yerləşmə yeri Mehdi Hüseynzadə prospektinin kənarında Humanitar İqtisadi Kollecin tam yaxınlığında. Bura eyvan hissəsidir. Bax, burada görürsünüz, bax, belə bir mərkəz hissədədir. Bax, Təzə Bazar da qabaqdadır. Bax, Humanitar İqtisadi Kollecin tam yaxınlığında. Keçər qonaq otağını çəkdim. Burada onun yataq otağıdır. Eyvanlarla girmək olur. Bu tərəfdən də qapısı var. Yəni, rahatlıqla giriş qapısı var. Ev yaşayışlı evdə hazırda kirayə qalır burada. Ev satışa qoyulub. Ev sahibi tərəfindən. Bura hol hissəsidir, holda mətbəxidir. 88.000 manata 43 kvadrat kubçalıdır. Əla bir yerdədir, Xırdalanın tam mərkəzində yerləşir. Mərkəz hissədə yerləşir. Ev yaşayışlı evdir. Bu ev barədə nə sualınız varsa bizlə əlaqə saxlayın, bizə müraciət edin. Məktəblər, bağçalar, evin marşrut dayanacağı, iaşə xidmətləri hamısı evin kənarındadır, yanındadır. Binanın 3 dənə lifti var. 3 lifti var binanın. Kanalımıza abunə olun. Videonu bəyənin. Sağ olun, minnətdarım izlədiyiniz üçün.